Məsələn, akkreditasiya. Orada 2 samiti yanaşı gəlib, amma oradakı, məsələn, bu qayda işləməyəcək. Səbəbi isə odur ki, yəni orada K səsi verir. Əgər gördünüz ki, qoşa K, məsəl üçün, belə tələffüz etmək qəribədirsə, artıq orada K səsini verirsə, onda 2K, 1 K səsini verəcək orada. Sonra akkumulyator sözü var ki, məhz orada 2K, 1 K səsini verəcək. Daha sonra məsəl üçün sözlərin, sonunda gələrsə bəs necə tələffüz olunacaq, o məqamına da toxunaq. Məsələn, deyirəm ki, testlərin birində görmüşdüm, həcc olunmaq. Uşaqlar, orada artıq bu qayda işləyəcək. Tələffüzdə belə olacaq. Həcc olunmaq. Yəni, əgər qoşa 2 gəlib sözündən sonra saitlə başlayan şəkil C, sonra ümumiyyətlə söz gəlirsə, artıq orada bu qayda tətbiq olunacaq. Daha sonra keçək qoşa Q-nın tələffüz edilməsinə. Uşaqlar, onsuz da yəni hamıya aydındır ki, məsələn, 9 sözündən, saqqız sözündən, toqqa sözündən bilirik ki, qoşa Q gəlirsə, birincisi K-ya keçəcək, ikincisi Q-ya keçəcək. Q səsi kimi ifadə olunacaq. Lakin bunlarda da müəyyən fərqli məqamlar var. Bu hansı məqamdan ibarətdir? Bu sözün içərisində gələrsə, yəni sözün özündə, içində, yəni kökdə gəlirsə, məhz onda bu qaydanı tətbiq edəcəyik. Məsəl üçün 9 sözü kimi. Amma siz bu qoşa Q illər öncə hansısa test imtahan sualı idi bu, dəqiq yadımda deyil. Əgər bu qoşa Q sözün qovşağında gəlirsə, artıq işlər dəyişir. Məsəl üçün, açıq qəlbli. Artıq biz burada qoşa Q-nın belə bu qaydanı işlətsək, artıq biz yanlışlığa yol vermiş olacağıq. Burada Q-nın səslənmə versiyaları var. Q-nı Q səsi verər, Q X səsini verə bilər, Q K səsini verə bilər. Yəni biz burada məhz onu tətbiq eləyəcəyik. Samit gəlib, necə tətbiq? Məsəl üçün, sözün sonu Q ilə bitirsə və təbii ki, bizim sözdürsə, çünki Q əvəzlənməsi olan sözlərə aiddir bu. Özündən sonra samitlə başlanan şəkilçi və ya söz gəlirsə, Q X kimi tələffüz ediləcək.